Hər il Amerikaya 1 milyondan çox immiqrant gəlir və onlar bunun üçün fərqli yollardan istifadə edirlər. Bəziləri qanuni, bəziləri qanunsuz. Amma bütün bu yolların arasında biri ən asan və ən ucuz başa gələn sayılır. Bu, Amerikanın keçdiyi lotereyada 55 min immiqrant vizasından birini udmaqdır. Həmin o immiqrant vizası 20-ci əsrin ortalarında məhz yaşıl rəngdə çap olunurdu və ondan da adı elə qaldı. Yaşıl kart, yəni Green Card. Və bugün də həmin Green Card barədə danışmaq istəyirəm. Lotereyada necə iştirak edə bilərəm? Lazım olan sənədlər, qeydiyyat zamanı hansı suallar yaranır, nəyə diqqət yetirmək lazımdır? Subaysızsa, evlisizsə, uşağınız varsa, hər halda nəyə seçməlisinizsə, bugün hamısını sizə göstərəcəm və çalışacağım bütün suallarınıza cavab verim. Odur ki, yerinizi rahatlayın, kanala abunə olun, videonu like edin və başlayaq. Bayaq qeyd etdiyim kimi, bu lotereyada hər il 55 min Green Card oynadılır və bütün ölkələr bir neçəsi istisna olmaqla bu lotereyada iştirak edə bilər. Rəsmi saytda son illərin statistikasına baxsaq, görərik ki, Azərbaycandan udmaq şansı təxmini 1% ətrafındadır. Amma bir məqam var ki, əgər siz evlisizsə və hər ikiniz iştirak edirsinizsə, bu sizin qalib olmaq şansınızı artırır. Ondan başqa bir iki məsələni də istəyirdim vurğulayam. Birincisi odur ki, siz qalib gəlsəz belə bu o demək deyil ki, siz viza alacaqsınız. Çünki burada hər şey sıra nömrəsindən və konsulla olan görüşdən asılıdır. Sıra nömrəsi nə qədər aşağı olsa, siz görüşə bir o qədər tez çağrılasınız. İkinci məsələ odur ki, utsaz belə Amerika sizə heç nə vermir. Yəni, nə iş vermir, nə ev vermir, nə köçmək üçün pul vermir. Bunların hamısını siz özünüz etməlisiniz. Amerika sizə yalnız Amerikada yaşamaq və işləmək üçün icazə verir. Okey, qeydiyyatdan keçmək üçün sizə nə lazımdır? İlk öncə oturub, papağınızı qarşınıza qoyub fikirləşmək lazımdır. Əgər siz utsaz doğrudan da gələ biləcəksinizmi? Buna hazırsınızmı? Əgər deyilsinizsə, bir neçə ildir müraciət edənlərin şanslarını azaltmayaq. İkincisi, sizə 600 pikselin 600 pikselə olan ağ fonda şəkil lazımdır. Bunun üçün istənilən şəkil çəkən yerinə gedib, Green Card üçün şəkil çəkdirmək istəyirəm desəniz, sizin şəklinizi çəkib göndərəcəklər. Və bunun üçün ödəniş məncə 5-10 manatdan çox olmaz. Üçüncüsü, sizə ən azı 11 illik orta təhsil lazımdır və ya 9-cu sinifdən çıxmısınızsa, hansısa bir peşə və ya texniki təhsil olmalıdır. Əgər bunların hamısı varsa və qeydiyyatdan keçməyə əminsiniz, gəlin keçək içəri və başlayaq. Gəldik və gəlin indi keçək kompüterin arxasına və başlayaq həmin formanı doldurmağa. İlkin olaraq siz istədiyiniz bir brauzoru açırsınız və axtarış yerində yazırsınız DV Lottery. Bunu yazandan sonra bir neçə sayt çıxacaq. Orada ən birincisi yəqin ki olacaq tvprogram.state.gov və bu yeganə saytdır ki, hardan qeydiyyatdan keçməlisiniz. Girirsiniz bu sayta. Burada aşağı düşəndə ilk olaraq Photo Examples yeri var. Oranı açırsınız və öz şəklinizi bu qaydalara uyğun yoxlayırsınız. Uyğun gəlir, yoxsa yox. Yeri gəlmişkən biz də Green Card yolu ilə gəlmişik və biz özümüz çəkdirmişdik şəkili. Yəni, özümüz çəkdirdiyimiz şəkildən udmuşduq. Yəni, özünüz də çəkə bilərsiniz. Sadəcə kəsmək lazım olacaq 600-dən 600-ə və buradakı qaydalara riayət etmək lazımdır ki, üzdə kölgə olmasın, arxaya çox kölgə düşməsin, arxa fon ağ rəngdə olsun, işıq yaxşı olsun. Yəni, bura özünüz baxa bilərsiniz. Okey, şəkillə hər şey yaxşıdırsa, gəlirsiniz əsas səhifəyə və burada Begin Entry knopkası var, yaşıl rəngdə, onu basırsınız. Burada sizdən bu kodu yazmağı istəyir. Gəlin görək yaza bilirikmi bunu? NVXWNNT. Yox, bu VT deyəsən. VT. Submit. Yox, səhv yazdıq. 999 bu mənim üçündür. Okey, keçdik bura. Burada ilk olaraq sizdən ad familiyanı soruşur. Yazırsınız birinci familiyanı. Tutaq ki, Məmmədov. Və bir də bütün Azərbaycan dilində olan hərfləri ingilisində yazmaq lazımdır. Ümumiyyətlə sözləri də, yəni adlar ingilisində necə yazılırsa elə yazmaq lazımdır. Yəni Məmmədov olur Mammadov. Mammadov Vasif. Middle name yerinə sadəcə quş qoyursunuz ki, no middle name. Növbəti cinsiyyəti soruşur, kişi və ya qadın. Buradan Vasif Məmmədov kişi olduğu üçün kişini seçirsiniz. Növbəti ad gün soruşur, daha doğrusu doğum tarixini soruşur və Amerikada doğum tarixi ilk olaraq aydan başladığı, ümumiyyətlə tarixlər aydan başladığı üçün ilk olaraq ayı yazırsınız. Yəni sentyabrda doğulmusunuzsa yazırsınız 9, gün tutaq ki 14, il 1993 tutaq ki.
Növbəti sizin doğulduğunuz şəhəri soruşur. Yazırsınız harda doğulmusunuzsa həmin şəhəri və yaxşı olar ki, metrikaya baxıb yazasınız. Tutaq ki, Bakı və həmin Bakı olur Baku. Növbəti ölkəni soruşur. Buradan seçirsiniz hansı ölkədə doğulmusunuz. Məsəl üçün Azərbaycan. Növbətidə 6-da burada deyir ki, həmin ölkədən müraciət edirsinizsə. Əgər Azərbaycandan müraciət edirsinizsə, saxlayırsınız yes-də. Əgər yox, başqa ölkədən müraciət edirsinizsə, no-nu seçirsiniz. Buradan isə həmin ölkəni seçirsiniz. Növbəti şəkili yükləmək bölməsidir. Buradan bu knopkanı basıb şəklinizi seçirsiniz və yüklüyorsunuz. Mən əvvəlcədən hazır etmişdim şəkil internetdən tapıb. Növbəti bölmədə ünvanı soruşur və Amerikada ünvanlarda rəqəm əvvəldə yazılır. Yəni bizdə tutaq ki, Nəsimi 55-dirsə, bunlarda olur 55 Nəsimi. Ya elə-elədir, gəlin yazaq 55 Nəsimi olur Nasimi. Çünki ingiliscəsində yazırıq Nasimi Street. Məsəl üçün ev 50-dirsə yazırsınız APT, yəni apartment 50. Bunu boş saxlayırsınız. Burada qeydiyyatda olduğunuz şəhəri yazırsınız. Tutaq ki, Bakı, yenə də Baku. Burada rayonu yazırsınız. Tutaq ki, bu Nizami rayonundadır. Nizami. Və poçt indeksini yazırsınız. Tutaq ki, az 11-19. Və ölkəni seçirsiniz. Əlbəttə ki, buradan da Azərbaycan. Növbəti bölmədə harda yaşayırsınızsa onu qeyd edirsiniz. Azərbaycan. Tutaq ki, başqa ölkədə yaşayırsınızsa, başqa ölkəni seçirsiniz. Yəni, hal-hazırda haradasınızsa, oranı seçirsiniz. Sonra nömrənizi koddan bir yerdə yazırsınız. 994, tutaq ki, 70, 111, 1111. E-mail adres. E-mail adres ən vacib olan bölmələrdən biridir. Çünki siz utsaz əgər, sizinlə bütün bu əlaqə e-mail üzərində olunur. Və ona görə burada e-mail adresinizi yazmamışdan əvvəl yoxlayın, görün sizin həmin e-mail adresə girişiniz varmı, yəni kod yadınızdadırmı? Onu yoxlayandan sonra yazırsınız sonda bura, tutaq ki, vasif@gmail.com. Növbətiyə təzədən həmin e-maili yazırıq, vasif@gmail.com. Sonra düşürsünüz aşağı, növbəti bölmədə təhsil haqqında soruşur. Sizə iştirak etməkdən ötürü ən azı bu 3-cü punkt olan bu təhsil lazımdır. Bu 11 illik orta məktəb təhsilidir. Aşağıda bu barədə qeyd olunub. 11 sinif qutarmışsa bunu qeyd edirsiniz. 9 sinif qutarıb texniki məktəb və yaxud peşə məktəbi oxumusunuzsa bunu seçirsiniz. Və bakalavr bitirmişsə bunu seçirsiniz. Master bitirmişsə bunu seçirsiniz. Və bildiniz də, yəni növbətlərdə özünüz başa düşdünüz. Növbəti bölmədə ailə statusunu soruşur. Deməli, burada birinci unmarried, yəni subay, ikincisi evli və yoldaşınız Amerika vətəndaşı və rəsmi rezidenti deyil. Üçüncüsü evli, amma yoldaşınız Amerika vətəndaşı və ya rəsmi rezidentdir. Dördüncüsü divorced, deməli boşanmış. Növbəti vəfat etmiş, yəni yoldaşı vəfat etmiş adamlar və axırıncısı legal olaraq ayrı yaşayanlar, amma rəsmi nikahda qalmış adamlar. Burada sizə hansı uyğunsa onu seçirsiniz. Gəlin indi Vasif hələlik subay olsun, sonra dəyişərik və uşaqların sayı 0. Basırsınız continue. Burada sizin bütün məlumatlarınız çıxır. Onları bir daha yoxlayırsınız və hər şey düzdürsə submit nöqtəsini basırsınız. Mən basmayacağım boş yerə yer tutmamaqdan ötəri, amma burada göstərəcəm sizə bunu basandan sonra necə bir səhifə açılır, belə bir səhifə açılır və bunu bu confirmation number sizə yoxlamaq üçün lazım olacaq. Ona görə bunu itirməyin, bunu screenshot edin, göndərin özünüzə, öz e-mailinizə, nə bilim yaxın bir adama ki, sonra rahat tapa biləsiniz. Okey. Burada bir məqam qaldı. Əgər həmin Vasif evli olsaydı necə olacaqdı? Gəlin onun üçün qayıdaq arxaya və buradan seçək ki, Vasif evlidir və yoldaşı Amerika vətəndaşı deyil və uşaq sayını qoyaq 2. Onda siz continue basanda yazılır ki,
Burada nə səhvdir? Şəkli seçmək lazımdır. Arxaya gəldiyimiz üçün təzədən şəkli seçirik. Okay. Burada hamısı var. Seçdik burada ailəli olmağını və seçdik ki, 2 uşağı var və continue basırıq. Təzədən bu səhifəyə oxşayan səhifə açılır və burada siz yoldaşınız və uşaqlarınızın təzədən bütün məlumatlarını doldurmalısınız və onların şəklini təzədən yükləməlisiniz. Təzədən deyəndə, yəni ailəli doldurursunuzsa, onları da yazıb şəkillərini də yükləməlisiniz. Bunların hamısını elədikdən sonra təzədən continue basırsınız. Sizdə bir daha bütün məlumatlar çıxır, onları yoxlayırsınız və əgər hamısı düzdürsə, submit knopkasını basırsınız. Bu qədər sadə, yəni burada çətin heç bir şey yoxdur. Bunu özünüz də edə bilərsiniz, çox rahatdır və əgər mən sizə köməyim oldusa, çox əla. Hamınıza da uğurlar arzu edirəm. Sağ olun.